Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 17 may tarixində güvən keçirdiyi fizika suallarının izahına baxacağıq. Birinci sual. İstilik mühərrikinin soyucuya verdiyi istilik miqdarının qızdırıcıdan aldığı istilik miqdarından asılılıq qrafiki verilmişdir. Mühərrikin fiyəsini hesablayın. Deməli, nə edəcəyik? Faydalı iş əmsalının düsturu eta bərabərdir. A faydalı bölək. Atam vıraq 100%-dir. Faydalı işimiz Q1 çıxaq Q2 bölək Q1-dir. Vurulsun 100%-dir. Buradan da alırıq ki, Q1-imiz neçədir? 30. 30 çıxaq Q2 18 bölək 30 vuraq 100. Bu da eləyəcək 40%. Cavab olur C variantı. 32. Psixometrin quru və yaş termometrlərin göstərişlərinə əsasən psixometrik cədvəldən istifadə edərək havanın nisbi rütubətini müəyyən edin. Burada quru termometrin göstərişini təyin edəcək. Bu hissədə isə fərqi. Quru termometrin göstərişi 20-dir. Deməli, buradan 20-yi götürməliyəm. Yaşın göstərişinə baxsaq, burada bir bölgün qiymətini tapmalısınız siz. Fikir verin, 10 ilə 20 arasında neçə bölgü var? 1, 2, 3, 4, 5. Onda bir bölgün qiymətini tapmaq üçün 20 çıxaq 10 bölək sayına. Bölgülərin sayına olur 2. Hər bir bölgü 2-dir. 12, 14. Deməli, quru yaş termometrin göstərişi 14 oldu. Göstərişlər fərqi T quru çıxaq T yaş. Quru neçədir? T yaş. O da bərabərdir. T quru çıxaq T yaş. Quru 20-dir. Çıxılsın 14, 6 oldu. Buradan da 6-nı qeyd edirik. Bu ikisinin kəsişməsi 51-ə düşür. Deməli, cavab Y variantı olacaqdır. Rezin çubuğun sərtliyinin onun en kəsiş sahəsindən asılı qrafiki hansıdır? Sərtlik material növündən və həndəsi ölçülərdən asılıdır. K bərabərdir. S-yə bölünsün. L0-dır. L0 sabitdir. Onda S ilə necə asıldı? Düz asıldı. B variantı olacaq. 34. Eyni ölçülü 3 metal sferadan birinci müsbət 30 nanoklon, ikinci mənfi 18 nanoklon, üçüncü isə mənfi 12 nanoklon elektrik gücünə malikdir. Əvvəlcə ikinci sferanın birinci sferaya toxundurulub uzaqlaşdırılır. Sonra ikinci sfera üçüncü sferaya toxundurulub uzaqlaşdırılır. Prosesin sonunda üçüncü sferanın yükünü hesablayın. Deməli, nə edirsiniz burada? Ardıcıllığını eləməlisiniz. Sferaların radiusları eyni olduğu üçün toxunmadan sonraki yükü tapanda nə edirsiniz? Q1 ştrix bərabər Q2 ştrixə, o da bərabərdir. Q1 üstəcələk Q2 bölək 2. Birinci biz 1-dən 2-yi toxunduyuruq. Yəni 30 üstəcələk mənfi 18. Çıxaq yəni 18 bölünsün 2. Bu da olur 6. Deməli, hər birində 1 və 2-də 6 nanoklon olur. Klon. İkincidə də 6 nanoklon olacaq. Qeyd eləyək buradan. Üçüncüdə isə mənfi 12 nanoklondur. Mənfi 12 nanoklon. Bu birincidir, bu ikincidir. Klondur. İkinci, bu da üçüncüdür. Sonra nə deyir bizə? Sonra ikinci sfera ilə üçüncü sferanı toxundurub aralaşdırırıq. Onda 2 ilə 3 toxunduranda Q2 ştrix bərabər 2 ştrix deyək. Çünki ikinci dəfə toxunduyuruq bunu. Q2 ştrix bərabərdir. Q2 üstəcələk Q3 bölə 2. 12 üstəcələk 6. Olur mənfi 6, mənfi 12-dir. Mənfi 12 üstə 6 gəndə olur mənfi 6, 2-yə də bölündə mənfi 3. Deməli, sonra toxunduranda üçüncü kürənin yükü olacaq 3 nanoklon. Və ikinci kürəndə yükü olacaq mənfi 3 nanoklon. Hər ikisi mənfi 3 nanoklon. Deməli, birinci oldu 6 nanoklon. Sonraki halda ikinci kürən yükü oldu mənfi 3 nanoklon. Üçüncü kürən yükü də nə oldu? Üçüncü kürəndə yük oldu mənfi 3 nanoklon. Birinci isə 6 nanoklon idi. Bizdən sonra üçüncü sferanın yükünü soruşur. Ona görə B variantı olacaq. 35. Klon bölək volt. Klon yükün vahididir. Volt gərginlik vahididir. Onda Q bölək U seni verir. Elektrik tutumu.
Bir cisim maqnit sahəsində hərəkət edən müsbət yüklü zərəci K nöqtəsinə təsir edən Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Lorentz qüvvəsinin istiqaməti sol əlindən təyin olunur. Sol əli ilə tutursunuz ki, induksiya sol əlin ovucuna, 4 barmaq surəti, baş barmaq Lorentz qüvvəsini göstərir. İndi maqnit induksiyası nöqtə olduğuna görə induksiya xətləri sol əlin ovucuna daxil olmalıdır. Onda əlimiz şəklə doğru baxır. Sol əlin ovucu yanı, ovucumuzun içi şəklə baxır. 4 barmaq surətin istiqamətində belə olacaq. Onda baş barmağımız belə olur. Baş barmaq da budur. Bu 4 barmağımızdır, bu da baş barmaq. Lorentz qüvvəsinin istiqaməti bu olacaq. Cavab olur A variantı. İnduktivliyi 40 millihenr olan L bərabər 40 millihenr. 40 vuraq yəni 10 üstü mənfi 3. Bu da olur 4 vuraq 10 üstü mənfi 2 henri. Elektrik yükün miqdarı Q bərabərdir 5T qanununa dəyişir. Sərğacın maqnit sahəsinin enerjisini tapın. Maqnit sahəsinin enerjisi L kvadratı bölək 2-dir. L-i bilirəm, I-yi tapmalıyım. I-yi hardan tapacağım? Yükdən. Yükdən bir dəfə törəmə alanda bizə I-ni verir. Yəni 5T-nin törəməsi. Bu da olur 5. Gətirib yerinə qoyanda olur 4 vuraq 10 üstü mənfi 2 vuraq I-nin kvadratı, yəni 5-in kvadratı bölünsün 2. 5-in kvadratı 25 eləyir. 25 4'e vuranda 100, 100'ü de 10 üstü mənfi 2'ye vuranda olur 1. O 1'i de 2'ye bölündə 0.5. Olur cavab 0.5 düz olur. Rəqs konturunda şüalandırdığı elektromagnetik dalğasının dalğa uzunluğu hansı ifadədə təyin olunur? Ümumiyyətcə, elektromagnetik dalğaların surəti S bərabərdir lambda nüydür. Buradan lambdanı tapsaq S bölək nü olur. Bəs nü nəyə bərabərdir rəqs konturunda? 1 bölək 2 pi kök altda L set. Gətirib yerinə qoysaq belə olacaq. S bölünsün, 1 bölünsün 2 pi kök altda L S. Buradan bu 2 pi kök altda L S qalxar yuxarı. 2 pi S kök altda L S alarıq. Bu S işıq sürətdir. Bu isə kondensatorun tutumudur. Yəni bunu qarışdırmayın. Cavab olur onda D variantı. 39. Bunu buradan götürək. Aha. Dəyişən cəryan dövrəsinə qoşulmuş kondensatordakı cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Bu kondensatordakı gərginliyin zamandan asılı qrafiki hansıdır? Kondensator olan dövrələrdə I unu pi bölü 2 qədər qabaqlayır. Aha. Yəni o I-dən pi bölü 2 qədər geri qalır. İndi mənə nəyi veriblər? I-ni veriblər. Ondan biz burada onu quranda nə etməliyik? I-nin qrafikindən pi bölü 2 qədər, yəni bir dilim geri getməliyik. Bax, onun qrafiki onda belə olacaq. O da olur A variantı. 40. Hidravlik maşının sahəsi 30 kvadrat santimetr olan kiçik Porsche'nin 12 santimetr aşağı hərəkət etdirdikdə sahəsi 180 kvadrat santimetr olan böyük Porsche'nin nə qədər yuxarı qalxar? Ümumiyyətcə, hidravlik presdə, hidravlik maşında Porsche'lər hərəkət edəndə orada sabit qalan mayenin həcmidir. Yəni, bu nə deməkdir? Belə düşünəyin. Bu bizim hidravlik maşınımız olsun. Aha, belədir. Ümumiyyətcə, belə məsələlərdə şəkil təsəvvür eləyin. Böyük Porsche'nin sahəsini S1 ilə qeyd edirəm. S1'imiz neçədir deməli? S1'imiz 180'dir. Bu böyük Porsche'nin qalxır yuxarı. Məsələn, müəyyən qədər qalxdı yuxarı. Buna da bir H1 deyək. İndi kiçik Porsche'nin sahəsini S2 desək 30 kvadrat santimetrdir. Və bu da düşür aşağı. Gəldi bura. Sıxdıq buradan yuxarıdan gəldi bura. Bunun da aşağı nə qədər enib? 12 santimetr. H2 də 12'dir. H2 neçədir? 12. İndi fikir verin. Buradan biz Porsche'nin aşağı sıxanda müəyyən qədər bir mayeni sıxırıq aşağı. Mayelər sıxılmır, həcmini saxlamalıdır. Onda buradan nə qədər maye sıxmışıqsa, buradan da eyni qədər maye yuxarı qalxmalıdır V2. Ona görə yazırıq ki, V1 V2'yə bərabərdir. V1'in yerinə yazırıq S1 H1 bərabərdir S2 H2'yə. S1'imiz 180, vurulsun H1. S2'miz 30, özləri veriblər bizə. H2'miz neçədir? 12. Buradan H1'i tapsaq, 30 vuraq 12 bölək 180. 30 vuraq 12 bölək 180 alırıq. İxtisarləsə 30-dan 180 6 qalacaq. 12'yi də 6'ya böləndə olacaq 2. Cavab olur A variantı.
41. Fotoelektronların metaldan çıxış, açılış və maksimal kinetik enerji Y kinetik maks üçün Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Vahidi elektron voltdur. Hər ikisinin vahidi elektron voltdur. Düşən işığın enerjisindən asılı deyil. Çıxış işığı yalnız metal növündən asılıdır. Düşən işığın enerjisindən xəttdə asılıdır. Kinetik enerji. Bax, Einstein tənliyi Y foton bərabərdir. Açılış plus nədir? Y kinetikdir. Buradan Y kinetik tapsaq, Y kinetik bərabərdir. Y foton çıxılsın, açılışdır. Qrafik çəksəm mən, kinetik enerjinin foton enerjisinin asılı qrafiki belədir. Müəyyən bir qiymətdən başlayıb bu şəkildə artacaqdır. Bura bizə açılışı verir. Çünki baxın, kinetik enerji foton enerjisinə düz asıldı. Bura isə mənfi açılışı verəcək. Bu olur. Deməli, düşən işığın enerjisindən xəttə asılıdır kinetik enerji. Düşən işığın intensivliyindən asılı deyil, heç bir asılı deyil. 4. İntensivlikdən asılı nədir? Doyma cərəyan şiddəti və çıxan elektronların sayı. Fotoelementin birinci qanunudur. Deməli, 3, 1, 4, 2. 3, 2, 1, 4. Cavab olur B variantı. Burada qalmadı sual? Yox. 42. ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gələn maddi nöqtənin getdiyi yol yerdəyişmə modulundan 30 metr çoxdur. Onda gedilən yol çıxılsın S yerdəyişmə bərabər olmalıdır 30-a. Bu maddi nöqtənin yerdəyişməsinin modulunu hesabla. Bizdən yerdəyişməni soruşur. Bu sualdır. İndi gəlin belə baxaq. Gedilən yol nədir? Bax, ümumi trayektoriya uzunluqdur. Budur. İndi A'dan B'yə gələndə 3 dama, B'dən C'yə gələndə 4 damadır. 1, 2, 3, 4'dür, bəli. C'dən də D'yə gələndə 3 damadır. Aha, hər damaya bir, məsələn, D deyəyin və yaxud da S deyəyin. Hər dama bir S'dir. Onda yol neçəsi olacaq? S deməyəyin, burada S ilə qarışmasın yer dəyişməklə. Belə eləyəndə, hər damaya bir D deyəyin gəlin elə. D, D. Bu şəkildə yazalım. Onda gedilən yol neçə dam oldu? 3, 4 də burada 7, 3 də burada 10. 10 D oldu. Aha. Yer dəyişmə nədir bəs? Başlanğıcla sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Bax, bura yer dəyişmədir. S yer dəyişmə. Yer dəyişmə isə 4D olacaq. 4D. Onda biz burada yazarıq ki, L çıxaq S 30 verib də. L çıxaq S 30'dur. L'in yerinə qoyduq neçə? 10D. Çıxılsın 4D. Bərabərdir 30'a. Buradan da 6D bərabərdir 30'a. D də bərabərdir 5'ə. Deməli, hər dama 5'dir. Onda yer dəyişməni tapan neçədir? Amma 4 dama deyil. Yer dəyişmə bərabərdir 4 vurulsun 5. O da olacaq 20 metr. Cavab olur C variantı. 43-cü sual. Çevrə üzrə bərabər sürətdə hərəkət edən cismin dövrlərinin sayının zamandan asılı qrafik verilmişdir. Bu cismin bucaq sürətini tapın. Omega bərabərdir 2pi n bölək t'dir. Fikir versəz, n artanda, zaman artanda dövrlərin sayı da artır. Ona görə omega t'dən asılı olmur. Yəni kəsirin sürət və məxrəci eyni dəfə artıb azalsa qiymət dəyişməz. 44. Düzxətli bərabər sürətli hərəkət edən cisimə təsirlə 3 qüvvənin ikisi təsvir edilib. Üçüncü qüvvənin qiymət və istiqamətini müəyyən edin. Bax, bu bərabər sürətli sözünə fikir verməlisiniz burada. Bərabər sürətlidirsə, F əvəzləyici nəyə bərabərdir? 0-a. İndi əvəzləyici qüvvənin 0 olduğunu bildik. Bəs bu ikisinin əvəzləyicisi necə olmalıdır? 90 dərəcədir. Pifaqordan tapacaq və əvəzləyici qüvvəmiz belə olacaq. Bu ikisinin əvəzləyicisi bu istiqamətdədir. Ədədi qiymətini tapanda kökün altında F1'in kvadratı, üstə gələk F2'in kvadratı yazırıq. Buradan da alırıq ki, kök altında 5'in kvadratı 25, 12'in kvadratı 144. Burada 169, oradan da 13 çıxacaq. Deməli, bu 13'dür. Onda F3 bunun əksinə olmalıdır ki, yekun qüvvəmiz, yekun əvəzləyicin olsun, 0 olsun. F3 bu istiqamətdə və nəyə bərabər olmalıdır? 13'ə. Onun üçün cavab olur Y variantı. 45. Ay səthində gravitasiya sahəsinin intensivliyi 1,6'dır. J0 1,6'dır.
Ay səthinə h bərabər r hündürlükdə olan qravitasiya sahəsinin intensivliyini hesabla. Necə yazırıq bunu? J0 bərabərdir C vurulsun, M bölünsün R kvadrat. Buna 1,6 demişim. Müəyyən bir h hündürlüyündə olanda isə C vurulsun, M bölünsün, R plus h-ın kvadratı yazırdıq. Gətirib h-ın yerinə R-i qoysam olacaq C, M bölək 4R kvadratı alacaq buradan. Baxın, fikir verin bura. Bu C, M bölək R kvadratına neçə demişik? 1,6. Onda 1,6 bölünsün 4. Bu da olacaq 0,4. Cavab olur D variantı. 46-cı sual. Mail müstəvi üzərində sükunətdə olan 3 kiloqram kütləli cisimə təsir edən sükunət sürtünmə qüvvəsinin qiymətini hesablayın. Bu cisimi aşağı doğru dartan qüvvə mg sinus alfadır. mg sinus alfa. Sükunətdədirsə sükunət sürtünmə qüvvəsi yuxarı olmalıdır və sükunət sürtünmə qüvvəsi hər zaman dartı qüvvəsinə bərabər olur. Onda sükunət sürtünmə qüvvəsi bərabərdir mg sinus alfaya. Buradan m'imiz 3, j'imiz 10, sinus alfanın yerinə yazacaq. Sinus alfa nəyə bərabərdir? Qarşı katet bölünsün hipotenuzdur. Yəni 6 bölünsün 10. Desimetrdir ikisi, daha çevirmirəm onu. Bu onlar ixtisar edir, olur 18 Newton. Cavab olur 18 C variantı. 47. Bloklar sistemi tarazlıqda olarsa K cismin kütləsini hesablayın. Bax, bu cismi aşağı doğru dartan mg'dir, yəni 10 j'dir. İndi buranı aşağı doğru dartan neçədir? Bəs 2 plus K vurulsun j'dir. Buranı da aşağı doğru dartan budur. Eyni ipdə eyni gərilmə qüvvəsi yaranma prinsipinə baxsaq, bura T'dir, onda burada T'dir, burada T'dir. T nəyə bərabərdir? Bax, bu hissəyə baxsaq, bu hissəyə baxsaq. Aşağı doğru 2 plus K vuraq şeydir, dartan, onda T bərabərdir ilə aşağı təsir edən qüvvəyə. T bərabərdir 2 üstəcək K vurulsun j'dir. Bunu burada saxlayaq. İndi bu hissəyə baxsaq, bax bu hissəyə. Bu hissədə yuxarı doğru 2T artır, aşağı 10J artır. Onda yazırıq 2T bərabərdir 10J-yə. T bərabərdir. Belə yazağında nəyə lazımdır? T yerinə nə yaza bilərəm? 2 plus K vuraq şey deyil. 2 vurulsun, K üstə gəlinsin. Deməli, 2 vurulsun, düzgün izahın, 2 vurulsun, 2 üstəcələk K'dır. 2 üstəcələk K vurulsun J. Bərabərdir 10 J'dir. Bu J'ləri buradan ixtisar eləsək, J'lər getdi. Mötərizən hər tərəfdə 2'yə bölsəm, onda 2 üstəcələk K bərabərdir 5'ə. Buradan da atdıq, burada 5 qaldı. K da bərabərdir 5 çıxaq 2, 3. Deməli, K 3 kiloqramdır. Və yaxud da 2 dəfə qazanc verir, oradan da baxa bilərdiniz. Bir dənə tərpənən blok var, 2 dəfə qazanc verəcək. Bura 10J'dirsə, bura 5J olmalıydı. 48. Cisimlərin impulsun modulunun sürətin modulundan asılılıq diaqramı verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun kütlələr arasında hansı münasibət doğrudur? İmpulsun düsturu P bərabərdir MV'dir. M bərabərdir P bölünsün V'dir. İndi fikir verin. Kütlə burada P ilə düz, V ilə necə asıldı? Tərs. 1-dən 3'ə gələndə düz mütənasiblikdir. Yəni 1-dən 3'ə gələndə sürət neçə dəfə artırsa, impuls da eyni dəfə artır. Kəsirin sürət və məxrəci eyni dəfə artsa, qiymət dəyişməz, artıb azalsa. M1 onda M3'ə bərabərdir. Bunu bildik. İndi biz burada 1 ilə 2-ni və ya 2 ilə 3'ü müqayisə edə bilərik. Gəlin 3 ilə 2'yə baxalım. 3 ilə 2-də hər ikisində sürət eynidir. 2-də impuls buradır, P2'dir. 3'də də impuls budur, P3'dür. Kütlə dediyi impulsuna necə asıldı? Düz. İmpuls harada böyütsə, onda orada kütlə böyük olacaq. Onda deyə bilərik ki, M3 böyükdür M2'dən. M1 M3'ə bərabərdir. M3 M2'dən böyütsə, onda belə olacaq. M1 M2'dən də böyük olacaq. Cavab olacaq Y variantı. 49. F qüvvəsinin təsiri ilə düz xətli bərabər sürətlər hərəkət edən cisim üzərində hansı qüvvələr gördüyü iş sıfırdır? İşin sıfır olması üçün qüvvə hərəkətə perpendikulyar olmalıdır. Yəni necə? Bax, cisim sağa doğru gedir. Ağırlıq qüvvəsi aşağıdır.
ağırlıq qüvvəsinin gördüyü iş onda burada nəyə bərabərdir? Sıfıra bərabərdir. Bu olar. Sürtünmə qüvvəsi bu istiqamətdədir. Sürtünmə qüvvəsi hərəkətə əks olduğu üçün gördüyü iş mənfi olacaq. Dayağın reaksiya qüvvəsi də yuxarıdır. Reaksiya qüvvəsi də hərəkətə perpendikulyar olduğu üçün gördüyü iş sıfır olacaq. Deməli, cavab olur 1 və 3. 50. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. İlk 14 saniyə ərzində bu cismin yer dəyişməsinin modulunu hesablayın. Gəlin şəkil üzərində göstərəyim bunu. Bax, bu bizim X oxudur. Cisim buradadır. Belə təsəvvür eləyin. Cisim buradadır. Bura tarazlıq vəziyyəti kimi düşünəyin. Tarazlıq vəziyyətidir. Cisim sinusoid qanunundan başlayıbsa tarazlıq vəziyyətdən hərəkətə başlamalıdır və mənfidir. Onda bu tərəfə doğru gəlir. Bax, gəlir bura cisimimiz. Gəldi bura. Buradan bura qədər olan məsafəyə amplitud məsafədir 3 santimdir. Gəldi bura, bura kənar vəziyyətdir. Sonra təzdən qayıdır bura. Bax, təzdən qayıdacaq bura. Sonra gedəcək digər kənar vəziyyətə. Bax, belə kənar vəziyyətə. Sonra bir də qayıdacaq hara? Yerinə. Belə olur. İndi baxın. Periodu tapsam burada. Period 4 dilimdir. Periodumuz 8 saniyədir. Yəni, bu cisim, bax, belə düşünə bilərik. Bura A nöqtəsi deyirəm. Bura B deyirəm. Hətta bura O deyən gəlin. Bura O, bura B, burada C deyirəm. Bu cisim O-dan başlayıb B-yə gedib, sonra təzdən O-ya gəlib, təzdən C-yə gedib, O-ya gəlməsinə sərf olunan zaman 8 saniyədir. Yəni, baxın, belə gedib B-yə, qayıdıb, təzdən O-ya gəlib, sonra C-yə gedib, bir də təzdən O-ya gəlməsinə, yəni başladığı nöqtəyə gəlməsinə sərf olunan zaman 8 saniyədir. Onda hər aralığı bu 2 saniyə gedir. Yəni, 2 saniyə belə gedir, 2 saniyədə təzdən qayıdır. Sonra 2 saniyə gəlir bura, 2 saniyədə qayıdır. Onda hər aralığı 2 saniyə gedirsə, bir periodda 8 saniyə verir. Bax, buradan dedik onu. Bizə 14 saniyə verir buradan. Onda bir tam dövrdə 8 saniyə sərf olundu. Qalan 6 saniyəmiz bəs necə olacaq? Bu cisim O-dan başlayıb B-yə gələcək. 2 saniyə gəldi bura. Sonra qayıtdı 2 saniyə bura. 4 saniyəmiz getdi. Sonra təzdən 2 saniyə bura gələcək. 6 saniyə. Deməli, 6-cı saniyədə cisim C nöqtəsində olmalıdır. 6-cı saniyədə cisim C nöqtəsində olursa, başlanğıc haradır? O-dur. Son haradır? C-dir. Onda yer dəyişmə buradan bura qədərdir. Elə nəyə bərabərdir? Amplituda. Amplitud neçədir? 3 santim. Ona görə cavab olur B variantı. Yəni, bunu məntiqli düşünüb eləyə bilərsiniz. Heç düsturu bilməsəniz belə. Düsturdan istifadə eləmədim mən. Eləmək olar. Sonra bizə nə deyir? 51. Suda üzən cismin 5/4 hissəsi suya batmışdır. Cismin sıxlığını hesablayın. Batan hissənin həcmi 5/4'dür. Bizdən cismin sıxlığını soruşur. V batan bərabərdir. Rho cisim bölər rho maye, vıraq V cisimdir. Batan yerinə 5/4 qoysam, 5/4 V cisim, rho cisim bölər rho maye, vıraq V cisim. Bu V cisimləri ataram. Buradan alırıq ki, deməli nə alacaq buradan? Çarpaz vursaq, rho cisimi tapırıq da. Rho cisim bərabərdir, rho mayeyi bura vurarıq, 5/4 rho maye. 5/4 vurulsun 1000. Bunu da vuranda olacaq 800. Deməli, cismin sıxlığı 800'dür. Cavab oldu B variantı. 52. Qablarda eyni növ ideal qaz var. K kranını açdıqdan sonra qablardakı qərarlaşmış təzyiq hesablanır. Tez sabitdir. Qərarlaşmış təzyiq düsturu P1 V1 üstə gələk P2 V2 bölək V1 plus V2'dir. P1'imiz 10, V1'imiz 2. 10 vuraq 2 üstə gələk 3 vuraq 20 bölək 2V. Bu V'ləri var da hamısında. Bunları yazaq. 2V üstə gələk 3V. Buradan alırıq ki 80V'də deyəsən. 60 80V bölək 5V. Bu da eləyir. Bu V'lər getdi. Buradan 16. D variantı. 53. 20 dərəcə temperaturlu 2 kilogram kütləli sink qızdırıcıda 120 kilojol istilik miqdarı almışdır. Sinkin
son temperaturunu hesablayın. İlk öncə nəyə baxalım? Deməli, qızdırmaq üçün verilən istilik miqdarı Q bərabər Cm delta T-dir. Gəlin buradan delta T-yi tapalım. Delta T bərabərdir. Delta T bərabər Q bölünsün Cm. Q'ümüz 120 kilojouldur. 120 vuraq 10 üstü 3'dür. C'miz 400'dür. Vurulsun M'imiz də 2'dir. Ne edeyim buradan? İxtisarlar edeyim. Bax buradan 2 sıfır atıram. Buradan ikisi getdi. Onu vurduq 120'ye 1200. 1200 bölünsün 4'ü çevirəndə 800. 8. Deməli 1200 8'e bölündü 150 olur. Deməli bizim temperatur dəyişməmiz 150'dir. Amma bizdən nəyi soruşur? Son temperatur, yəni T2'ni soruşur. T1 neçədir? 20'dir. Temperatur dəyişməsi delta T nədir? T2 çıxaq T1. Bu nədir? 150'dir. Onda T2 bərabərdir 150 üstəcələk T1. Yəni 20'dir. Bu da olur 170. Cavab olur 170. Yəni birinci delta T'ni tapırıq. Delta T'dən nə edirik? Gətirib yerinə qoyuruq. Bura 150'dir. T2 çıxaq T1 bərabərdir 150'yə. T1 20'dirsə T2 170 olacaq. 54. Hansı ifadələr doğrudur? Monoxromatik ışıq dalğası vakuumdan sındırma əmsalı n bərabər 2 olan mühitə keçdikdə 1. Surət dəyişmir, səhvdir. Surət sındırma əmsalı ilə tərs asıldı. 2 olan mühitə keçəndə, vakuumdan 2 olan mühitə keçəndə n 2 dəfə artır, onda surət 2 dəfə azalar. 2 düzdür. Rəqsin periodu dəyişmir, bəli, dəyişmir. Dalğalar bir mühitdən digər mühitə keçəndə period tezlik dəyişmir. Bunu yadınızda saxlayın. Rəqsin periodu 2 dəfə artar, yox, artmaz. Rəqsin periodu 2 dəfə azalar, olmaz. Cavab olur 2 ilə 3. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Açar sözlər. Deməli, məruz qalan 2 nüvə yükü, məruz qalan nüvənin yükü 2'yi, kütlə 4 vayd azalır. Bu alfa çevrilməsidir. Alfa çevrilmə zamanı nüvədən nə çıxırdı? Helyum nüvələri. Yeni alınan nüvəmiz XZ1, A1, üstə gələk helyum nüvəsi. 2, 4. Bunu necə eləyirik? Sol tərəfdəki yük ədədinə sağ tərəfdəki yük ədədləri bir-birinə bərabər olmalıdır. Yəni Z bərabərdir Z1 üstə gələ 2. Onda Z1 bərabər nəyə? Z çıxılsın 2'yə. Baxın, yük ədədi neçə vayd azaldı? 2 vahid azaldı. Sərgəli olsun. 2'dir. Kütlə ədədində eyni qaydada yazırıq. A bərabərdir A1 plus 4. Onda A1 bərabər nəyə? A çıxılsın 4. Kütlə ədədində 4 vayd azaldı. Ona görə bu alfa çevrilməsidir. 1 gələcək alfa, yəni 3 dayan alfa yazmayaq. Mendeleyev cədvəlində başlanğıca doğru, baxın, yük ədədi neçə vayd azaldı? 2 vayd azalmadı. Ümumiyyətcə, yadınızda qalsın ki, Mendeleyev cədvəlində elementlərin sıra nömrəsi onun proton sayını göstərir. İndi yük ədədinin 2 vayd azalması, yəni yük ədədini göstərir də sıra nömrəsi. Protonların sayı 2 vayd azalıb. Protonların sayı 2 vayd azalırsa, onda element əvvələ doğru çıxana yerini dəyişəcək. 1 bura gələcək. Məruz qalan nüvənin yükü E qədər artır. Bu isə beta mənfi şüalanmasıdır. X, Z1, Z1 demək Z. Alınır X yeni nüvə Z1, A1, üstə gələk beta mənfidə elektron çıxır. Mənfi 1, 0. İndi buradan Z1'i tapsaz, Z1 bərabər olacaq Z üstə gələk 1. Çünki Z bərabər olmalıdır Z1 minus 1'ə. Aha. Onda buranın yük ədədi 1 vayd artdı. Kütlə ədədi isə dəyişmir. Elə A1 A'ya bərabər olur. İndi kütlə ədədi dəyişmir və yük ədədi 1 vayd artır. Bəli, 1 vayd artdı. Onda bu nədir? Beta mənfi şüalanmasıdır. 4'dür. Mendeleyev cədvəlində sona doğru yük ədədi 1 vayd artırsa sona doğru bir xana yerini dəyişir. Olur 2. Deməli 3, 1, 4, 2. 56. Müstəvi güzgüyə düşən və qayıdan şüalar arasında bucağı dərəcə ilə hesablayın. Bu səhətin normalıdır. Normalı çəkməlisiniz. Bu düşən şüadır. Düşən şüadır. Düşmə bucağı normal ilə düşən şüa arasında qalan bucaqdır. Onda bura 90-dırsa, bura neçə qaldı? 40 dərəcə. Düşmə bucağı neçə dərəcəsə, qayıtma bucağı da eyni olmalıdır.
qayıtma bucağının düşmə bucağı eyni olur. Onda burada 40-dır. Onda düşən şüa ilə qayıdan şüa arasındakı qalan bucaq buradır. Necə olacaq? 80 dərəcə. Yazacaq 80. 57. Uyğunluğu müəyyən edin. Eyni başlanğıc sürətlə intensivlik xəttləri istiqamətində bir cins elektrik sahəsinə daxil olan proton, neytron və elektron. Birinci protondur. Yükü müsbətdir bunun. Müsbət. İkinci neytrondur. Yükü yoxdur. Üçüncü isə elektrondur. İndi elektrik sahəsinin intensivliyi müsbətdən başlayır, mənfiyə doğru gedir. Belədir. Onda protona təsir edən qüvvə bu istiqamətdə olacaq. Qüvvə ilə sürət eyni istiqamətlidirsə yeniləşir. Neytrona qüvvə təsir eləməyəcək. F bərabər 0. Elektrona təsir edən qüvvə isə bu istiqamətdə olur. Deməli, proton yeniləşən, neytron bərabər sürətli, elektron isə yavaş hərəkət olacaq. Qüvvə ilə sürət əks olsa yavaş hərəkət olur. A. Bərabər sürətli hərəkətdir. Hansına uyğun gələcək onda? Neytrona. B heç birinə uyğun gəlmir. C. Yeniləşən hərəkət protona uyğun gələcək. D isə elektrona uyğun gəlir. Burada E ilə B heç birinə uyğun gəlmir. C, A, D olur. Sizə təqdim olunmuş 58-60 saylı tapşırıqları cavab vərəqində yerinə yetirin. Deməli, birinci sualda nə deyir? Akkumulyatordan, açardan və elektrik lampasından, rezistordan və ampermetrdən, voltmetrdən və birləşdirici naqillərdən istifadə edir. Qurulmuş elektrik dövrəsinin sxemini çəkin. Yəni, qısaca bu dövrənin sxemini çəkməliyik də, belə deyək. İndi bir dənə akkumulyatorumuz var, onu çəkəyin. Sonra rezistor qoymuşuq bura. Gətirib bura bir lampanı qoşduq. Açardım. Sonra ampermetri qoşmuşuq. Gətirib belə bir dövrə yığdıq. Bir də voltmetr var. Voltmetri də belə göstərəcək də buradan. Bu da voltmetrdir. Rezistora qoşulub. Budur. Bura mənfi, burada müsbət. Qaçarımız da budur. 59. Tərəfi 40 cm və 50 cm olan düzbucaqlı səthə bir cins maqnit sahəsinə yerləşdirir. Düzbucaqlı səth bir cins maqnit sahəsinə yerləşdirilmişdir. Onu gəlin buradan biz düzbucaqlımızı çəkəyim. Düzbucaqlının səthini göstərsək belə göstərəcəyik. Bu səthidir. Səthin normalda budur. Normaldır bu. İnduksiya xətti də belədir. B xətlərimiz də budur. Nə deyir bizə? Ədədi qiyməti 5 Tesla olan induksiya vektoru ilə səth arasında bucaq 53 dərəcədir. Bax, buranı veriblər 53 dərəcə. Olarsa səthdən keçən maqnit selini tapın. Fi bərabərdir. B, S, kosinus alfadır. B induksiya, S bu konturun sahəsi, bax, bu düzbucaqlının sahəsi olacaq. S-imiz. Alfa nədir bəs? Əsas diqqət eləməli olduğunuz yer buradır. Alfa normal ilə induksiya arasında qalan bucaqdır. Bax, buranı götürməlisiniz. Onda səthlə induksiya 53 dərəcədirsə, normal ilə induksiya arasında qalan bucaq 37 dərəcə olacaq. Yəni 90-dan 53 çıxırıq. Onda fi bərabərdir. B 5-dir. Düzbucaqlının sahəsi eyni vurulsun uzunudur. Deməli, tərəfi 40 cm və 50 cm-dir. Yəni, bir tərəfi 0,4-dür, bir tərəfi 0,5-dir. Onda S-in yerinə yazıram 0,4, vuraq 0,5. Kosinus 37-də veriblər bizə 0,8. Buradan fi bərabərdir. 5-i 0,4-ə vuranda 2, 2-yi 0,5-ə vuranda 1, 1-i də 0,8-ə vuranda elə 0,8 Weber olur. Cavab olur 0,8 Weber. 60-cı sual. Deməli, 20 dərəcə temperaturda rezistordan keçən cəryan şiddəti I0-dır. Uclarındakı potensiallar fərqini dəyişmədən rezistoru 100 dərəcəyə qədər qızdırırıq. Bu halda uyğun rezistordan keçən cəryan şiddətinin temperaturdan asılılıq qrafikini çəkin. Deməli, nə edəcək burada? Baxın. Başlanğıc temperaturumuz 20-dir. 20 dərəcə Selsidir. Və cəryan şiddətimiz I0-a bərabərdir. Sonra 100 dərəcəyə qədər qızdırmışıq.
100 dərəcəyə qədər qızdırmışıq. Bu halda rezistordan keçən gərginlik dəyişmədi. Potensiallar fərqi sabitdir. Bizə deyir ki, cəryan şiddətinin temperaturdan asılı qrafikini çəkin. Yəni inin T-dən asılı qrafikini çəkməliyik biz burada. Belə bir qrafik. İnin T-dən asılı. Uyğun düstur yazmaqla cavabınızı əsaslandırın. I bərabərdir U bölək R-dir. R nəyə bərabərdir bəs? R0 metalların müqavimət temperaturunun düz asıldır. 1 üstəcək alfa delta T yazaram. Gətirib yerinə qoysam, U bölünsün R0 1 üstəcək alfa delta T yazacağım. Buradan da göründüyü kimi I temperatur dəyişməsindən necə asıldı? Tərs asıldı. Burada qrafikimizi çəkəcək buradan. Biraz bu tərəfə çəkək. Bura qoyaq. Qrafiki buradan çəksək. Deməli, 20 dərəcə Celsini buradan qeyd edək. Bura 20-dir. Və cəryan şiddəti də I0-dır. Belə bir qrafik. Başlayacaq nə eləməyə? Azalmağa. Hara gəldi? 100 dərəcə Selsiyə. Hətta biz bu qrafiki biraz uzada da bilərik. Çünki 0 dərəcə Selsidə də cəryan şiddəti var. Belə düşünün də parabol olmalıdır. Bu qrafiki bu şəkildə uzada bilərik. Baxın belə. Çünki mənfidə də nədir? Cəryan şiddəti olacaq. Selsi iləndir qrafikimiz. Belə. Burada 0'dır. Sonra keçəyin 4-cü qrupun stasio suallarına. Deməli, nə deyir bizə? Akkumulyatordan, açardan, elektrik lampasından, rezistordan, ampermetrdən, voltmetrdən və birləşdirici naqillərdən istifadə edilərək şəkildə göstərilən elektrik dövrəsi qurulmuşdur. Açar qapandıqda ampermetrin göstərişi 2 amper olub, voltmetrin göstərişi də 6 volt olub. Şəkildə göstərilən elektrik dövrəsinin sxemini çəkin. Deməli, bu akkumulyatordur. Bu akkumulyatordur. Onda akkumulyatorumuzu biz buradan çəksək, belə olacaq. Qara rəngini eləyək. Sonra akkumulyatora gətirib bir rezistor qoşmuşuq. Bu rezistorumuzdur. Bura müsbət, bura mənfidir. Sonra rezistora bir dənə voltmetr qoşmuşuq. Bir də lampa qoşduq. Bax, lampadır bu. Lampanı qoşduq bura. Lampaya da bir ampermetr qoşmuşuq. Ampermetrdir bu da. Getdik. Bu da elektrik açarımızdır. Açarı da buradan qoyalım. Belə bir dövrədir. Budur. K açarıdır bu da. 89. Açar qapalı vəziyyətdə akkumulyatorun qütblərindəki gərginlik 10 voltdur. Deyir, açar qapalı olanda akkumulyatorun gərginliyi, qütblərindəki gərginlik 10 voltdur. Bu ümumi gərginlikdir. Olarsa 40 saniyə ərzində lampada ayrılan istilik miqdarını tapın. Yəni kül lampada ayrılan istilik miqdarı. Yəni lampada ayrılan istilik miqdarını yazsam mən Q bərabərdir IU T'dir. İndi baxın, dövrə ardıcıldır. Ardıcılda cəryan şiddəti sabitdir. Bəs lampadakı müqavimət necə olacaq? Ona baxaq indi. Bura bir voltmetr qoşuram. Bir dənə də voltmetr bura qoşaq. Voltmetr 2 deyirəm buna. Ardıcıl birləşmədə ümumi gərginlik ayrı-ayrı voltmetrlərin gərginliklərin cəminə bərabərdir. Onda buradan bu ümumi bərabərdir. U1 üstəcələk U2 yazacaq. U1-i bizə vermişdilər. 6 volt idi. Ümumi gərginliyimiz də 10 voltdur. Onda yazırıq 10 bərabərdir 6 plus U2. Buradan U2-ni tapsam olacaq 10 çıxaq 6 4 volt. Cəryan şiddətimiz də 2 amperdir da. Ardıcıl birləşmə 2 amperdir. I də 2-dir. Onda yerinə qoysaq 2 vuraq 4 vuraq 40. Bu da olacaq 320 joule. Bu şəkildə yazarsınız. Yazırsınız ki, ardıcıl birləşmədə ümumi gərginlik ayrı-ayrı voltmetrlərin gərginliklərin cəminə bərabərdir. 90 sual. Başlanğıc temperaturu 20 dərəcə olan rezistor 100 dərəcəyə qədər qızdırılır. Bu halda uyğun lampadan keçən cəryan şiddətinin rezistorun temperaturundan asılı qrafikini çəkin. Deməli, başlanğıc temperaturumuz 20 dərəcə Selsidir. Onda cəryan şiddətimiz vermişlər 2 amper bizə və rezistoru 100 dərəcəyə qədər qızdırırıq. Cəryan şiddətinin bu halda lampadakı cəryan şiddətinin rezistorun temperaturundan asılı qrafikini çəkin. Yenə
Bizdən nəyi soruşur? İnin T'dən asılı qrafikini çəkin. İnin T'dən asılı qrafikini deyir çəkin. Burada nəyə yazacaq? Bax, I1 bərabərdir. U bölünsün R yazıram. Buradan belə yazağın. I1 bərabərdir. U bölə R. U bölünsün R0 1 üstəgəli alfa delta T yaza bilərik. Ah, belədir. Hətta bunu biz belə yazacaq. U bölünsün R0 1 üstəgəlinsin alfa delta T'nin də yerinə 20 yazacağım. Çünki R0 0 dərəcə Selsiusdakı müqavimətdir. Bu şəkildə yazdıq. İndi biz burada rezistoru qızdıranda ardıcıl birləşmədə axı rezistorun temperaturu artanda buradakı gərginlik də artacaq. Yəni R artacaq. Onda I2 üçün yazanda U bölək yenə R2 yazacaq. Bu səfər də yazacaq. U bölünsün R0 1 üstəgəlinsin alfa 100T. Belə yazıram. 100 dərəcə daha doğrusu. 100T yoxdur. 100 dərəcə Selsius. Aha. İndi burada düzdür. Rezistoru qızdıranda U artır. Məxrəc də artır. Gərginlik də artır. U da artır, R də artır. Amma məxrəc gərginlik belə deyək də sürətdən daha çox artır. Məxrəc sürətdən daha çox artdığına görə cəryan şiddəti burada nə edəcək? Azalacaq. Onda qrafikimizi çəksək 20 dərəcə Selsiyə uyğun neçə idi? 20-yə uyğun 2 amper idi. Və 2 amperdən başlayacaq bu neynəməyə? Bu şəkildə azalmağa. 100 dərəcədə də belə olacaq. Bu qədər uşaqlar, sağ olun.